Bu 10 gündə bunu çatdırmağa çalışıram ki, ləzzət həyatın ayrı-ayrı epizodlarında olmamalıdır. Həyatın hər anı ləzzət olmalıdır. Budur yaradılışın məqsədi. Həyatın ləzzətini təyin edən hadisələr deyil. Sənin o hadisələrdən götürmək istədiyin, götürə bildiyin bəhrələrdir. İnsan günahdan imtina eləyir. Başa düşmürsə ki, daha böyük ləzzət üçün günahdan imtina eləyir, o zaman nə baş verir? O zaman istər-istəməz başı dikəlir və deyir ki, ilahi, mən ləzzətimdən sənə görə keçdim. Bu sənə görə nə deməkdir? Nə deməkdir? Mən sənə görə ləzzətimdən keçdim. Allah da deyir, yox, başa düşsün, öz keyfivə görə keçdim. Və məğrur olmağa, təkəbbür göstərməyə də ehtiyac yoxdur. Azından keçdin, çoxunu datdın. Qazancı özvədir, mənə niyə minnət qoyursan? Ləzzət tələbliyə nə mane olur? Rahat tələbliyi. Rahat tələbliyi əzməli, təmbəllik. Ondan mübarizə aparmalıyıq. Dinin bütün göstərişləri ləzzəti artırmağın texnikasıdır. Gəlin sabahdan dinimizə belə yanaşaq. Haram baxış, deyir, baxma. Elə bilirik ki, Allah ləzzətin qənimidir. Bir dəqiqə düşün, nə ləzzəti var? Həsrətdən başqa nə var? Baxacaqsan ancaq həsrət. Sən onu məhdudlaşdır, sonra elə həmin mövzuda ləzzətin keyfiyyəti artacaq. Əziyyət ver bir qədər özünə. Bəli, Kərbəlada müsibət var. Amma necə Kərbəlanın özündə müsibət çəkə-çəkə şad idilər, ləzzət alırdılar hamısı. O ləzzət məclislərinə də sirayət eləyib deyə bu məclislər bu gündə yaşayır, insanlar gəlib saatlarla dayanır. Hərdən adam görür ki, yox, bu başqa aləmə apardı və bunun başqa yerlərdən fərqi budur ki, burada mübarizəsiz o ləzzətləri dada bilirsən. Bizim xalqımızın, baxın, əsrlər boyu bu hadisəni heç bir əmr qadağaya görə yox, eşqə, məhəbbətə görə yaşadır. Aşura günü gəlir, biri ehsan verir, biri görsən, maşınla pulsuz aparır, təmənnasız, hədiy bişirir, paylayır. Bunların hamısının zövqünü yaşayırıq. Bu bir ləzzətli yaşayışdır. Hüseyn təfəkkürü ilə yaşamaq. İmam Hüseyn əleyhissalam bu ləzzəti bizə daddırmaq üçün bir daha deyirəm, bəlkə də sonuncu dəfə bu məclisdə deyirəm, bu ləzzəti bizə daddırmaq üçün Kərbəlada o qurbanları verdi. Çünki bu bizim axtardığımız ləzzətdir. Görür ki, biz təmbəllik eləyirik. O ləzzət üçün zəhmət çəkmirik. Onda deyir ki, ildə bir dəfə bir yer var ki, orada bunu zəhmətsiz verirlər bu ləzzəti. Əziyyətsiz bəxş edirlər, o da İmam Hüseyn məclisləridir. Şəhriyar yazıb, Hüseynin köynəyi Zəhra əlində, çəkər qiha, qiyamət, məhşər ağlar. Hüseynə yerlər ağlar, göylər ağlar, Bətul-u Murtəza Peyğəmbər ağlar. Hədislərdə var, gələr qanlı köynək əlində məhşərə, İmam Həsən yanında, birdən deyər, ürəyim istəyir Hüseynimi görüm. Hədisdir bu. Deyərlər, bax məhşərin qəlbinə. Deyirlər ki, Kərbəladan bir səhnə göstərərlər Fatimiyə. Görər Hüseyni başı bədənindən ayrılmış vəziyyətdə. Deyir, İmam Həsənə baxar, deyər ki, bu kimdir, kimin bədənidir? Sanki roizə oxuyar, deyir, hədislərdə var, Zəhra fəryad eləyər, Peyğəmbərlər ağlayar. Bu məclisdən biri də yəni məhşərdə qurular. Rozə xanı da xanım Fatimə-i Zəhra olar. Peyğəmbər deyir, gəzərəm məhşəri, Hüseynimin əzadarlarını axtararam. İstəyirsiniz, biləsiniz ki, bu nə qədər böyük irfani məclisdir. Görün, bu məclis adamı hara aparır. Bu hədislərin hamısı şərh olunmalıdır. Belə deyəndə səhv başa düşülür. Yəni, bu hansı zirvəyə adam aparır? Peyğəmbər buyurur, gəzərəm məhşəri, üzlərinin nurundan tanıyaram Hüseyn məclisində olan əzadarları. Ya Rasulallah, neynirsən onları? Onları özümlə cənnətə apararam. Ya Rasulallah, cənnətin harasına? Heç, Peyğəmbər harda mənə, Allah harda mənə yer verir, mən Peyğəmbərə. Onları özümə qonşu eləyərəm, öz yanıma apararam. Görün, hansı məclisdə iştirak edirsiniz, hansı zirvəyə çatdırır insanı. O 3 yaşda qız, onun adı məlum deyil, Rüqəyyə kimi məşhur olub tarixdə. Cəmaat onu Rüqəyyə kimi tanıyır, sevir. Rüqəyyə can, dad qarışıb adıva. Canım qurban adındakı dadıva.
Xanım, zəvvarların gələn vaxta qəbrüvə, sənə qurban bizi də sal yadıva.